Maşın o qədər səliqəli sürülüb ki, bir dənə qapının səsinə baxın. Peti, bax. 2017-ci il maşının ilkin ödənişinə baxın. 6400 manat. Özü də Kia. Yəni Kia, Hyundai bilirsiniz ki, Azərbaycanda əsasən də əlbəttə ki, biz Bakını nəzərə alsaq, tonlandır. Yəni hamı bu günləri demək olar ki, Kia, Hyundai sürür. Yəni Mercedesdən də çoxdur da belə baxanda. Və bu da onun açarı, yeri gəlmişkən, ideal vəziyyətdədir maşın. Kia Soul-dan söhbət gedir. Bunun çox maraqlı dinamikləri var. Biz hətta baxdıq, elə bildik ki, sonradan düzəldiblər, sonra gördük yox. Yəni əməli başlı zavoddur. 2017-ci il model 1.6 motor, mühərrik və ilkin ödəniş isə yenə deyirəm 6400 manat ideal vəziyyətdədir, özü də ağ rəngdə. Maşın genişliyindən danışmaq istəyirəm sizə. Gəl bura. Qəşəng bir dənə bagajı var. Kompaktlı, əla, super. Bu Kia Soul. Yəni qəşəng, peci. Artıq əski səs gəlmir maşından. Yəni peçatdır, konkret. Açdım, bağladım. Yəni bu maşın elə bir maşındır ki, mən sizə deyim ki, yəni həm səyahət üçündür, həm də şəhər içi. Arxa qapının səsinə baxın. Peçatdır da, peçat. Və yeri gəlmişkən arxa oturacağında, arxa hissənin, yəni belə deyək, genişliyindən danışıram sizə hal-hazırda, çox qəşəngdir, yəni çox komfortlu maşındır. Həqiqətən də bu maşın, yəni bu maşının öz dünyası var və ən problemsiz maşınlar siyahısındadır. Bu maşının nağd qiyməti də var, 20.800 manat, 2017 modeldir və Avto Express Baku bu maşına da zəmanət verir. Yəni yazılı kağızda. 055 411 97 97 və 055 413 97 97. Sözün həqiqi mənasında bu maşın dosta, qardaşa qismət olunası maşınlar kateqoriyasına aiddir.